Mikromobillik vasitələrindən istifadə avtomobillərdən asılılığı azaldır, nəqliyyat sıxlığının qarşısını alır, karbon emissiyalarını aşağı salır və şəhər havasının daha təmiz olmasına töhfə verir. Sağlam və yaşıl şəhər mühitinin formalaşması üçün mikromobillik mühüm rol oynayır. Səfərə başlamazdan əvvəl nəqliyyat vasitəsini mütləq yoxlayın. Əyləş sisteminin saz olduğuna, ön faranın, arxa işığın və təhlükəsizlik siqnal zənginin işlədiyinə əmin olun. Paylaşım xidmətlərindən istifadə etdikdə isə icarəyə başladıqdan sonra adətən 1 dəqiqəyə qədər müddətdə nəqliyyat vasitəsini yoxlamaq və təhlükəsiz olduğuna əmin olmaq üçün imkan yaradılır. Mikromobillik vasitələri yalnız bir nəfərin istifadəsi üçün nəzərdə tutulub. Eyni nəqliyyat vasitəsində 2 və ya daha çox şəxsin hərəkət etməsi qadağandır. Bu, qəza riskini əhəmiyyətli dərəcədə artırır. Hərəkət zamanı ilk növbədə velosiped zolaqlarından istifadə edin. Əgər velosiped zolağı yoxdursa, qanunvericiliyə görə yolun ən sağ hərəkət zolağı və ya yol çiyini ilə hərəkət edin. Yol nişanlarının və xətlərinin tələblərinə, o cümlədən sürət həddinə riayət edin. Bu qaydalara riayət edilməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb edilə bilərsiniz. Yolun sağ kənarında park edilən avtomobillər olduqda isə qəfil açılan qapılara qarşı təhlükəsizlik məsafəsi saxlayın. Svetoforun qırmızı işığında stop xəttində dayanın. Yaşıl işıq yandıqda isə hərəkəti davam etdirin. Əgər kəsişmədə velosiped üçün ayrıca svetofor bölməsi yoxdursa, ümumi nəqliyyat svetoforunun tələblərinə əməl edin. Nizamlanmayan piyada keçidinə yaxınlaşarkən sürəti azaldın. Piyadalara yol verin və yalnız tam təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirin. Velosiped zolaqlarında yol kəsişmələri, piyada keçidləri və avtobus dayanacaqlarına yaxın hissələr yaşıl boya ilə işlənilir. Bu sahələrə daxil olarkən sürəti mütləq azaldın. Zərurət olduqda tam dayanın və təhlükəsizliyə əmin olduqdan sonra hərəkəti davam etdirin. Avtobus dayanacaqlarının velosiped zolaqları ilə kəsişdiyi yerlərdə də sürəti azaltmaq, avtobusa minən və düşən piyadalara yol vermək vacibdir. Velosiped zolaqlarında icazə verilən maksimal hərəkət sürəti saatda 25 km/saatdır. Beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq paylaşım xidmətlərində də maksimal sürət 25 km/saat ilə məhdudlaşdırılır. Park ərazilərində isə qanunvericiliyə əsasən maksimal hərəkət sürəti 10 km/saatdır. Səkilərdə mikromobillik vasitələri ilə hərəkət etmək qadağandır. İcarəyə götürülən mikromobillik vasitəsi ilə hərəkət zamanı texniki nasazlıq yaranarsa və ya batareyanın enerjisi tükənərsə, səfəri davam etdirməyə çalışmayın. Tətbiqdə mövcud olan onlayn çat bölməsi və ya əlaqə nömrəsi vasitəsilə operatorla əlaqə saxlayın. Operator şirkətin əməkdaşları vəziyyətə uyğun olaraq sizə lazımi dəstəyi göstərəcəklər. Səfər başa çatdıqdan sonra nəqliyyat vasitələrini yalnız nəzərdə tutulan parklama məntəqələrində saxlayın. Park edərkən piyadaların, əlilliyi olan şəxslərin, uşaq arabalarının və digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmamağa diqqət yetirin. Unutmayın ki, mikromobillik vasitəsi istifadəçiləri olaraq siz də yol hərəkəti iştirakçısısınız və bütün yol hərəkəti qaydalarına riayət etməlisiniz.